Qafqaz, Kiçik Qafqaz, Kür, Araz, Van Gölü, Urmiye, Helam, Göyçə, Dəclə, Fərat, Fərat çayı üzərində körpü, Suriya, Mesopotamiya çölləri, dağlıq ölkə, Harmini, Azərbaycan. Allah haqdır. Onun nəzəri şərqin üzərindən heç vaxt əskik olmayıb. Zərdüşt, Musa, İsa, Məhəmməd onu dərk eləyiblər. Azərbaycanlılar Allaha inanırlar. Onlar xeyrə, məhəbbətə, haqqa, ədalətə də inanırlar. Bu inam şərqin ənənəsidir. Burada yatan Azərbaycanlılar 1990-cı il yanvarın 20-sində Sovet tanklarının tırtılları altında əzildi. Sovet toplarının gülləsinə gəldilər. Bu günahsız qanların axıdılmasında yalnız Sovetlərin deyil, onların Qafqazdakı ilk havadarlarından olan erməni daşnaqlarının da əli vardır. Naşükür qonşularının halına bələd olmuş el ağsaqqallarımız deyiblər ki, 5 parmağının 5'ini də şam eləyib erməniden ötürü yandırsan da qədrini bilməz. Erməninin hər üzünü görmüş Gürcü müdrikləri öz evlatlarına üz tutub erməni gəldi, özü ilə bəla gətirdi deyiblər. Gün güzəranını əsas tutan erməni isə harda çörək gördün köçünü ora sal deyib. Bu, erməni cəllatlarının Qarabağda öldürdüyü Azərbaycanlı jurnalist qızdı. Onun körpə oğlu yetim qaldı. Bakı, Allahlar şəhəri, Günəş şəhəri, Od məbədgahı, Azərbaycan Respublikasının paytaxtı, şərqin möhtəşəm qapısı. Onun özünündə əsrlərin tarixi, minilliklərin qaranlığı laylanmışdır. Bütün bu illər ərzində Abşeron, Abişoran adlandırdığımız torpaq gecə gündüz ot püskürmüş, alovun dilləri dənizdən göyə ucalmışdır. Dünyanın ilk xeyir tanrısı Ahura Məzda, Hürmüz də bu oddan, bu alovdan peyda olmuşdur. Bakıdan bir qədər aralı qaya üzərində belə bir kitabə var. Bu 12-ci legionun senturyonu Fulminata'nın yazısıdır. Qədim insan məskəni olan Qobustanda aşkar edilmiş bu izi eramızın 1-ci əsrində Romalılar qoyub getmişlər. Buradan keçən cığırlar yolçuları dəmir qapılı Dərbəndə, oradan da Xəzər sahili ilə şimala doğru aparırdı. Qobustan sirli sehirli bir diyardı. Qobustan eramızdan əvvəl 12-ci minillikdən başlayaraq orta əsrlərə dək olan dövrləri özündə əks etdirən nadir abidədir. Burada xalqımızın qədim mədəniyyəti, incəsənəti ilə bağlı minlərlə qaya rəsimləri, babalarımızın yurdu olmuş daş dövrü düşərgələri, onların sümüklərini saxlamış qəbirlər, sonraki dövrlərin yaşayış yerləri, tikili qalıqları və sair tarixi abidələr aşkar edilmişdir. Buna bənzər bundan da qədim insan məskənləri Azərbaycan ərazisinə səpələnmişdir. Böyük Qafqaz Qobustandan başlanır.
ki Qafqazın yamaclarında, Qarabağda dünyanın ən qədim insan məskənlərindən biri Azıq mağarası yerləşir. Milyon yarım yaşı olan bu abidə, dünya mədəniyyətinin ən qədim ocaqlarından olan Olduvay mədəniyyəti ilə yaşıddır. Coğrafyaçıların fikrincə milyon illər bundan qabaq, hər yerin dənizlə örtüldüyü dövrdə Qafqaz dağları Azıxın neçə nəslinin gözləri qarşısında dənizin dibindən qalxmışdır. Azıq ocağının hündürlüyü 17 metrdir. Azərbaycanda həyat bu ocaqdan başlanmışdır. Planetimizin insan məskənlərinin xəritəsində Kür-Araz ovalığı ən tünd rənglə göstərilmişdir. Bu isə 400 min əvvəl Azıq mağarasında yaşamış qadının çənə sümüyünün bir parçasıdır. Naxçıvan ərazisində yerləşən bu şəhər məskəni eramızdan əvvəl 4-cü minilliyə aiddir. Azərbaycanın qədim sakinləri daşdan, çiy kərpicdən yaşayış evləri tikib, məbədlər ucaldmış, Allahlara tapınmış, öz xəyallarında hər iki aləmin, gecə və gündüzün, həyat və ölümün təsvirini yaratmışlar. Azərbaycan torpaqlarına iddialarını əsaslandırmaq üçün saxtakar erməni alimləri tarixi Azərbaycan ərazisini özlərinki elan etmişlər. Onlar 100 il əvvəl Gürcü torpaqlarını da bu yolla mənimsəmək istəmişdilər. Gürcü knyazı İlya Çavçavadze erməni alimləri və daşların fəryadı kitabında belə erməni əllamələrini yerində oturmuşdu. İlk erməni yaxın şərqdə peyda olanda Naxçıvan şəhər məskəninin artıq 3000 il yaşı vardı. Kür-Araz çayları arasında yerləşən Qarabağ, Zəngəzur və Naxçıvan Xocalı mədəniyyətinə aiddir. Qarabağ müharibəsi, qədim sivilizasiyanın bu misilsiz abidələrinin məhvi təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətin mədəni yaddaşına qarşı yönədilmiş cinayətdir. Azərbaycan torpağından tapılmış bu gil dolçanın 5000 illik tarixi var. Bu bəbir, pələk, şir və ayı təsvirlərini Azərbaycanlılar əsrlər boyu məhz bu boyalarla çəkmiş və çəkirlər. Çünki bu, onların vətəninin ayrılmaz parçasıdır. Metal filizlərlə zəngin olan Azərbaycandan tapılmış tunç xəncər, Dəclə və Fərat çayları arasında, eləcə də qədim şərqin başqa yerlərində yaranan digər sivilizasiyalarla qədim Azərbaycan mədəniyyətinin oxşar cəhətləri çoxdur. Şumer, Elam, Akkad, Mare. Müasir Azərbaycanlılar necə də qədim təsvirlərdəki şərq padişahlarına oxşayırlar. Eramızdan əvvəl 23-cü əsrdə Zagros dağlarında yaşayan Kuti, Uti, Etyum tayfaları Mesopotamiyanı işğal etdilər. 100 il sonra onlar Cənubi Azərbaycan dağlarına, oradan da Araz çayından şimala sıxışdırıldılar. Sonralarsa Qafqaz Albaniyasının tərkibinə daxil olaraq Udin adı ilə dövrümüzə yetişdilər. Het çarlığı, qədim Azərbaycan torpağının yaxın qonşusu, Aralıq dənizinin və Böyük Günbatan dənizinin Kiçik Asiya sahillərinin sakinləri.
Mitanni. Yaxın şərqdə hegemonluq üstündə Assuriya ilə mübarizə aparmış qüdrətli dövlət. Eramızdan əvvəl 12-ci əsrdə qədim sivilizasiyanı alt-üst etmiş dəniz xalqlarının axını başladı. Gəlmələrin bir hissəsi Anadolu'da məskunlaşdı. Lakin Balkanlardan gəlmiş Frak, Frikiya tayfaları onları tezliklə oradan qovdular. Gələnlərin arasında ermənilərin əcdadları, Muşqlar da vardı. Qarabağ xəritəsindəki qırmızı ləkə ermənilərin əzəli torpaqlar elan edərək silah gücü ilə Azərbaycanlıları qovduqları yerləri göstərir. Ana yurdumuzun maddi mədəniyyət abidələri sübut edir ki, ermənilərin əcdadları hələ Balkanlardan şərqə doğru yol gələndə Azərbaycanda yüksək inkişafa malik yerli, ilkin sinifi cəmiyyət oturaq həyat keçirirdi. Van qayasının qərb hissəsindəki Mixyazdan görünür ki, Azərbaycanda bu zaman 20 qala, qəsr, 120 şəhər və çoxlu kənd vardı. Ermənilərin əcdadları Van gölünün cənub-qərbindəki Şüpriya vilayətinə doğru hərəkət edərək dil və mədəniyyətcə gəlmə ermənilərə yad olan Urartu dövlətinin tərkibinə daxil oldular. Huti, Etyunların Helam gölünün qərb sahilindəki məskənləri Urartu tərəfindən fəth edildi. Manna padişahlığı Azərbaycan ərazisində yaranmış ilk və ən qədim dövlət birləşməsi. Eramızdan əvvəl 2-ci minilliyin ortalarında Orta Asiyadan, Turandan böyük yaxınla hərəkət edən Skif, Saks, Sarmat tayfaları qərbə doğru yol alıb Dunay sahillərinə gəlib çatdılar. Çölün təkanları bütün qərb xalqlarını lərziyə gətirdi. Saks, Sarmatlar Qaradəniz sahillərindən Kimmerləri sıxışdırıb çıxartdılar. Şimaldan və cənubdan Xəzəri dövrələdilər. Və eramızdan əvvəl 6-cı əsrdə şimal qonşularımızın dili ilə desək, Zaqafqaziya dediyimiz Cənubi Qafqaz ərazisində Skif ya da Saks Sarmat padişahlığını yaratdılar. Azərbaycan ərazisində aşkar edilmiş çoxlu Skif qurğanlarında hərbi başçılar öz silahları, atları, qulları ilə bərabər bastırılmışlar. Bu isə artıq Tövrat, İncil və Skif padişahlığı dövrüdür. Aşkenazi, Urartu, Ararat adları həmin müqəddəs kitablarda çəkilir. Turandan sıxışdırılıb çıxarılmış Hind arilər ön Asiya doğru hərəkət eləyərək Elam, Parsua torpaqlarına yetişdilər. Şimallı Hind arilər şərqin 100 il ərzində ən qüdrətli dövləti sayılan Midiyanın əsasını qoydular. Azərbaycanın cənub torpaqları da Midiya dövlətləri tərkibinə daxil oldu. Dünyanın vahid Allahı Ahura Məzda, Hürmüz, Midiyalılarda peyda oldu. Zərdüş Peyğəmbər ilk dəfə Azərbaycan torpağından xeyir fikir, xeyir söz, xeyir əməl ilahi üçlüyünü elan etdi. Yeddi mehrablı bu qala Günəş Allahı Ahura Məzdanın Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində yerləşən od məbədidir. Başını 7 yerdən çıxan alov dillərinin əmələ gətirdiyi tacın bəzədiyi, dövrün ən nəhəng memarlıq abidəsi olan bu qalanı Romalılar Sezar adlandırırdılar. Öz-özünə alışıb yanan neft və qaz fontanları ilə zəngin Abşeron torpağı atəşpərəstlərin müqəddəs yeri səcdəgahı idi. Bakı ətrafında 19-cu əsrə qədər fəaliyyət göstərən od məbədi atəşgaha bütün dünyadan ziyarətə gəlirdilər.
3000 il boyu məhəbbət məşəli ilə şölələnən 5 metr qalınlığında divarı olan bu daş çıraq Azərbaycan xalqının qəlbində müqəddəs iz qoymuşdur. Elam və Parsuvadan olan cənublu Himdarilər öz şimallı qardaşlarını Midyalıları sıxışdırıb, onların dövlətinin yerində daha qüdrətli, daha möhtəşəm Fars Əhəmənilər dövlətini yaratdılar. Farslar Günəş Allahı Ahura Məzdəyə olan etiqadı saxlayıb, onu daha da təkmilləşdirdilər. Zərdüştlük dini o dövrdə bütün dünyaya yayıldı. Əhəmənilər dövləti dünyanın az qala yarısını, Midyanı, Kiçik Asiyanı, Frakiyanı, Makedoniyanı, Babilistanı, Misri, Finikiyanı, Suriyanı, Fələstini, Zaqafqaziyanın bir hissəsini, Parfiyanı, Baktriyanı, Sogdiyananı, Araxosiyanı, Hedrosiyanı tutdu. Əhəməni hökümdarı isə özünü Şahənşah, Şahlar Şahı elan etdi. Tarixi Azərbaycan ərazisinin də daxil olduğu möhtəşəm Əhəmənilər dövlətində yüzlərlə tayfa və xalqların etnik, iqtisadi, mədəni əlaqələri yaxın və orta şərq kimi geniş ərazidə yeni sinkretik mədəniyyətin yaranmasına səbəb oldu. Bu isə yaxın gələcəkdə Ellinizmin və eləcə də nə Yəhudi, nə Ellinin olmayacağı vahid insan cəmiyyəti arzusunun yer üzündə yayılması üçün zəmin yarattı. İran Şahı Dara məmləkəti satraplıqlara böldü. Azərbaycan 11-ci, 14-cü və 15-ci satraplığa daxil idi. Kuti satrapı Dara'nın oğlu Arsemen idi. Azərbaycandan tapılmış bu sütun təməli Əhəmənilər dövrünə aiddir. Ari elementləri nəinki Azərbaycanın mədəniyyətində, hətta onun genetik fondunda da mühüm yer tutur. Bu, Əhəməni şahlarının Susdan Efesə gedərkən istifadə elədikləri məşhur padişah yolu, müharibə, ticarət və mədəniyyət yoludur. Eramızdan əvvəl 500-cü ildə Dara Kiçik Asiya Yunanlarının üsyanını yatırdıb, məmləkətin içərilərinə doğru irəlilədi. O, Afinanı dağıtdı. Bu, Afina puludur. Afinada Dara məbədləri də yandırdı. İskəndər, o Allahların sevimlisi Aristotelin yetirməsiydi. Şərqdə və Azərbaycanda hamı onu tanıyır. Afinanın yandırılması, İskəndərin dağılmaqda olan Əhəmənilər dövlətinə qarşı yürüşlərinin başlanması üçün bəhanə oldu. İskəndərin ardınca Yunan mədəniyyəti Hindistana qədər gedib çıxdı. 150 il, əsr yarım şərqdə hökm sürdü. İskəndər İssa yaxınlığında Farsları əzdi. Qavqamel yaxınlığındakı qələbəsindən sonra isə Asiyanın hökümdarı oldu. Qafqaz Albaniyasında, yəni Şimali Azərbaycanda İskəndərin sikkələrini eramızın 1-ci əsrinədək təqlid edirdilər. Azərbaycanlıların ulu babaları, Albanlar, İran qoşununun sağ cinağında İskəndərə qarşı vuruşurdular. Qavqameldən sonra İskəndər İran şahlarının paytaxtına doğru hərəkət etdi. Şərabdan beyni qızmış əskərlərin və Afina Keterası Taisin təkidi ilə Persepolu yandırdı. İskəndər Persepoldan Xəzərin cənub sahillərinə, oradan da şərqə doğru yönəldi. O, Aristotelin siyasi ideyalarını həyata keçirməyə çalışaraq şərqə Xeyir şəhəri, siyasi Yunan utopiyasının cərtisini qoyub getdi. İskəndər yürüşləri başa çatdırandan 2 həftə sonra 33 yaşında Babilistanda vəfat etdi. Makedoniyalı İskəndərə, onun simasında bütün Yunan mədəniyyətinə ən böyük abidəni 15 əsr sonra Gəncədə doğulmuş Nizami ucatmışdır. Bu, Nizaminin kəfəninin bir parçasıdır. Nizami, İskəndəri sonuncu poemasının qəhrəmanı etməklə öz şağdaşlarına və gələcək nəslə şərqdə bir çox xalqların gücü ilə yaradılmış qüdrətli mədəniyyətin
köklerini hatırlatmak istemiştir. İskendername qəhrəmanının yolu insanı mənəvi zirvələrə, İskəndəri adi adamlardan fərqləndirən gözəlliyə aparan yoldur. İskəndərin yarattığı dövləti onun varisləri öz aralarında bölüşdürdülər. Lakin Azərbaycanın cənub hissəsi Atropatena parçalanmadı. Çünki hökümdar Atropat öz qızını İskəndərin yaxın silahdaşına ərə vermişdi. Atropatena öz təsirini təzəcə formalaşmağa başlamış Qafqaz Albaniyası və İberiyadan tutmuş Odisseyin mifik dövrlərdə yan aldığı Pont sahilləri və Fas'ə qədər yayır. Məhz bu dövrdə Ermənistanın cizgiləri müəyyənləşməyə başlayır. Gəlmə xalqın hakimiyyəti yerliləri sıxışdırır. Strabon yazırdı. Kiçik ölkə olan Ermənistanı Sələvəklərdən olan Antioxun sərkərdələri Artaksi və Zaryadrın müharibələrə böyütdü. Onlar birlikdə ətraf xalqların torpaqlarından kəsərək öz mülklərini genişləndirdilər. İberlərdən Paryadrın ətəklərini, Xozrenanı, Qoqarenanı, Midyalılardan Kaspiyananı, Favnitidanı, Basoropedanı, başqalarından Aklisenanı, Tarunitidanı, Xerxenanı tutub aldılar. Artaksinin nəvəsi 2. Tigran, Adiabenanı, Parfiyanın bir hissəsini, Safenanı, Suriyanı və Frikiyanı zəbt eləyərək Ermənistanın hüdudlarını son həddə çatdırmış, lakin bu torpaqları öz əlində cəmi 15 il saxlaya bilmişdir. Tigran cənubda Sələvəklərin Dəclə üzərindəki paytaxtından biraz aralı öz paytaxtı Tigranakerti tikdirmişdi. Lukul Tigranın nəhəng ordusunu və Tigranakerti yerlə yeksan etdi. 3 il sonra Pompeyin başçılıq etdiyi ordu Tigranı olan qalan şöhrətindən və torpaqlarından məhrum etdi. Qərbdən Roma ekspansiyası, şərqdənsə Parfiya dövlətinin artan qüdrəti Tigranı cənubdakı torpaqlarından və hökümdarlıq iddiasından əl çəkməyə vadar etdi. Tigranı biabırçı sülh müqaviləsi bağlamağa məcbur edən Pompey, Mitridatı Yervanşatdan Kalxiriyə qədər təqib edir. Qeyd etmək lazımdır ki, Albaniya ilə Ermənistan arasındakı sərhəddən danışarkən, antik müəlliflər yalnız Kürün yuxarı axarını nəzərdə tuturdular. Belə ki, antik yürüşlərin marşrutu da məhz oradan keçirdi. Pompey 3 dəfə Albanlarla döyüşmüş, hər dəfəsində də onları sülh bağlamağa məcbur etmişdi. Albaniya Roma'nın vassalı olmadı. Bizim eranın 66-cı ilində Roma ilə bağlanan müqaviləyə əsasən Ermənistan işğal etdiyi bütün torpaqları həmişəlik itirir və Roma'nın vassalına çevrilir. İndən belə dünyanın şərq-qərb ayrıcı Ermənistandan keçir. Tasitin dili ilə desək, Romalılara nifrət, Parfiyalılara həsəd hissləri ilə alışan Ermənistan, Roma və Parfiya arasındakı rəqabətdən istifadə etməyə çalışırdı. Plutarxın dediyinə görə, Erməni hökümdarı təkid edirdi ki, Kras Parfiya hücum edərkən yolunu Ermənistandan salsın. Ermənistan hökümdarlarını yenə də Roma təyin edirdi. Parfiyalıları şərqdən Sasanilər sülaləsi əvəz etdi. Ermənilər onlara qarşı Albanlarla birgə mübarizə aparmağa çalışırdılar. Lakin eramızın 428-ci ilində Ermənistanda yerli hökümdar hakimiyyəti ləğv edildi. Beləliklə, Ermənistan 20-ci əsrin əvvəlinədək dövlət təşkilatından məhrum oldu. Ərazisi isə Bizans və İran arasında bölüşdürüldü. Albaniya, bu ölkənin Yunanca adıdır.
Şimali Azərbaycan ərazisində 1000 illik dövlətdir. Burada bir çox izlər qoyub getmiş Yunanlar Albanların soy kökünü Yazonla bağlayır. Onların bir vaxtlar Heraklın ardınca İtaliyadakı Alban dağlarından gəldiklərini iddia edirdilər. Strabonun məlumatına görə Albaniyada 26 dildə danışırdılar. Yerli Qafqazlarla yanaşı burada İranlılar və qədim Türklər də yaşayırdılar. Beləliklə, Qafqaz Albaniyasının dövlət təşkilatı əzəldən Qafqaz, İran, Turan düyünü ilə bağlanmışdı. Strabon Almaniya haqqında yazırdı. Orada adamlar gözəlliyi və hündür boyu ilə seçilirlər. Eyni zamanda onların ürəyi açıqdır, xırdaçı deyirlər. İberiyalara nisbətən onlar döyüşə daha çox qoşun çıxarırlar. 60 min piyada və 22 min atlı. Onların düzləri Babilistan torpaqlarından daha yaxşı suvarılır. Bir dəfə əkilən torpaq çox yerdə 2-3 dəfə məhsul verir. Onlar Allahlardan Günəş Allahı Heliusa, Göy Allahı Zevsə, Ay ilahəsi Selena'ya sitayiş eləyirlər. Albanlar Azərbaycanlıların da əcdadıdır. Albaniyada geniş yayılmış burmabuynuz qoç təsviri qədim günəş rəmzidir. Alban tarixçisi Musa Kalanqatlı'nın dediyinə görə, eramızın 1-ci əsrində ədalət günəşinin, şöhrət işığının, atanın varlığının zuhuru zamanı yetişdi. Hökümdar İrodun dövründə Vifleym şəhərində İsa doğularkən, şərqin seyirbazları Yerusəlimə gəlib deyirlər, hanı doğulmuş Yahudi padişahı, biz onun şərqdə doğmuş ulduzunu gördük və ona təzim etməyə gəldik. Şərq torpaqları, Hristiyan aləminin Yerusəlimə nisbətən şərq hüdudları. İsa Peyğəmbərin meyracından sonra onun şagirdləri, həvarilər, İsa'nın təlimini yaymaq üçün dünyanın hər tərəfinə səpələndilər. Müqəddəs Yelisey, Yerusəlimin ilk patriarxı İsa'nın qardaşı Yakovun əli ilə yepiskop təyin olunur. Sonra Şərq Yerusəlimdən İrana, oradansa Ermənistana adlayaraq Gis vilayətinə gəlib çıxır. Burada kilsə tikərək ibadət edir. Bu, Böyük Qafqaz dağlarının ətəklərində qədim Azərbaycan şəhəri Şəkinin yaxınlığında Qafqazın ən qədim Hristiyan apostol kilsəsidir. Alban tarixçisi yazır, burada bizim şərq diyarımızın kilsəsi təsis olunmuşdur. Bu, ilk Alban Hristiyan kilsəsi Şimali Azərbaycan ərazisində 1836-cı ilədək mövcud olmuş. Yalnız Şimali Azərbaycan Rusiya işğal dairəsinə daxil ediləndən sonra Rus Pravoslav Kilsəsinin müqəddəs sinodu tərəfindən ləğv edilmişdir. Roma İmperatorluğu tabiçiliyində olan Ermənistan, Albaniyadan 270 il sonra Parfiyalı Qriqoridən Hristiyanlığı qəbul etmişdir. Albanlar bunu yaxşı bilir və bununla fəxr edirdilər ki, Alban kilsəsi ermənilərinkindən qabaqdır. Bu, erməni tarixinin atalarını çox acıqlandırırdı. Albanların və Alban dövlətinin heç vaxt mövcud olmadığını söyləyirdilər. Alban məbədləri müasir Azərbaycan Respublikası ərazisinin hər tərəfinə səpələnmişdir. Onlar qonşu Gürcü və Erməni kilsələrindən fərqli, yerli Alban üslubunda tikilmişlər. Alban monastırları maarif və təhsil ocağı kimi bütün Hristiyan aləmində tanınmışdı. Albanlar Yerusəlimdə 10 monastır tikib, onları maddi cəhətdən təmin edirdilər. On 17-ci əsrdə Venesiyada məşhur Alban ilahiyyatçısı, hüquqşünası, Qanunnamə kitabının müəllifi Muxtar Qoşun adı ilə bağlı Mixtarçılar ordeni və monastır yaradıldı. Azərbaycanın Kəlbəcər rayonunda yerləşən Xotibəng, Qoşəbəng monastırı Mixtar Qoşun adına olub, onun doğma şəhəri şəhərlər anası Gəncənin yaxınlığındadır.
Böyük, qüdrətli və sıx əhalisi olan Albaniya, Dərbətdən Araz çayına qədər sahəni əhatə eləyərək, şimaldan olan sərhədlərini Hunların qalası Hunlara Kertlə qapıyırdı. Qafqazın ən uca zirvələri, hər cür neymətlə dolu istəkli Ağvan ölkəsi, böyük çölün cəsur xalqları, qədim türklər üçün də doğma idi. Alban hökümdarlarının Parfiya sülaləsini, Arşakiləri İran sülaləsi ilə əvəz eləyən Sasanilərin də gözü orada idi. 7-ci əsrdə öz təsirlərini Əndəlusdan Hindistana qədər yayan ərəblər ildırım surəti ilə dünyanı fəth etdilər. Azərbaycanda möhkəmlənmək üçün bütün vasitələrə əl atan yeni işğalçılar ərəb qəbilələrini bura köçürür. Əvvəlcə Dəməşqi, sonra isə Bağdadı dünyanın paytaxtı elan edən ərəblər yerin siyasi xəritəsini köklü surətdə dəyişdirdilər. Ərəb xilafətini yaratdılar. 8-ci yüzilin ilk illərində Albaniya bir dövlət kimi ləğv edildi və ərəblərin Qafqazda işğal etdikləri bütün ölkələrlə birlikdə Armeniya 1, Armeniya 2, Armeniya 3, Armeniya 4 inzibati adları ilə xilafətin şimal vilayətini təşkil etdi. Romanın varisi Bizans ərəblərin başlıca düşməni idi. Bizansa Romadan da betər nifrət edən və onunla kilsə mübahisələrinə girən ermənilər təcili Bağdad xəlifəsi Əbdülməlikə belə bir məktub göndərdilər. Albanlar xilafətə qarşı Bizansla sazişə girirlər. Partaf Bərdədə oturan indiki Alban katolikosu Yunan imperatoru ilə razılığa gəlib, xutbələrdə onun adını çəkir və ölkəni, yəni Albaniyanı onunla həmdin olmağa, himayəsinə keçməyə məcbur edir. Ərəblər Albaniyaya qoşun göndərirlər. Akademik Marrın dediyi kimi, bundan sonra Albaniya ərəblərin köməyi ilə erməni Antixalkidon kilsəsinin əlinə keçir. İndən belə Alban katolikosunu Albaniyanın kilsə və dövlət qanunlarına zidd olaraq erməni katolikosu təsdiq edir. Alban kilsələrində erməni tələbləri səslənməyə, erməni dili Alban dilini sıxışdırmağa başlayır. Bu itaət 19-cu əsrədək davam edir. Lakin bundan sonra erməni kilsəsinin Alban kilsəsinə iddiaları öz ərazi məzmununu üzə çıxarmağa başlayır. Bu 1000 illik kilsə iddiaları 20-ci əsrdə Azərbaycan ərazisində 2 dəfə qanlı müharibələrlə nəticələndi. Bu, Qarabağdakı Amaras Alban monastırıdır. İndiki erməni katolikosu bu Alban məbədini ermənilərin baş ibadətgahlarından biri elan edib. Bu, 1000 illər boyu davam edən ərazi iddiaları, torpaq çəkişmələri, qanlı qırğınlar indi də Qarabağda Amaras kilsəsi ətrafında davam etməkdədir. Babək, Azərbaycan ölkəsindəki Bəzzeyn dağlarında ərəblərə qarşı üsyan qaldırdı. Babəklə 30 illik müharibə və daxili çəkişmələr ərəblərin gücünü zəiflətdi. Xilafət ayrı-ayrı feodal dövlətlərinə parçalandı. Tarixi Azərbaycan torpaqlarında da müstəqil və yarım müstəqil dövlətlər yarandı. Xilafətin qondarma inzibati bölgüsü ləğv edildi. Sasanilər dövründə olduğu kimi Azərbaycan adı Arazdan şimala və cənuba olan tarixi torpaqlarımızı yenə də birləşdirdi. Məhəmməd Peyğəmbərin başladığı inqilabi çevriliş yalnız Ərəbistanın deyil, o dövr dünyasının yarısının simasını dəyişdirdi. Doğru yol tutmuş xəlifələri Əməvi xəlifələri, onları isə Abbasi xəlifələri əvəz etdi. Müxtəlif etnosları özündə birləşdirən, vaxtilə böyük imperiyaların tutduqları torpaqları əhatə edən qüdrətli müsəlman dünyası yeni yaranmış dövlət birliyinin vəhdətini təmin edə biləcək ümumi köklər aramağa başladı. Ərəblərin və onların tabeliyində olan xalqların simasında qədim şərq mədəniyyətindən bəhərlənmiş qədim Yunan fəlsəfəsi özünün nəcib varislərini tapdı. Ərəblər təcili surətdə antik mətnləri tərcümə etməyə və kitabxanalar tikməyə başladılar. Ərəb-Müsəlman mədəniyyəti əl yazmaları fondu milyon nüsxəyə çatır. Təkcə Azərbaycan
Azərbaycanda onların sayı 40 mindir. Bunlar fəlsəfə, təbabət, riyaziyyat, astronomiya, etika, siyasətə aid kitablardır. Onları yazanlar arasında xilafətdə yaşayan bütün xalqların nümayəndələri vardır. Ərəb-Müsəlman humanizminin əsasını xeyrxahlıq şəhri ideyası ilə ümumi xoşbəxtlik yollarının axtarışı təşkil edirdi. Bu meyarla da dənizi və qurunu, yolların uzunluğunu ölçmüş, kosmosun və insan qəlbinin dərinliyinə baş vurmuşdular. Əsrin ortalarına yaxın Səlcuq türkləri Sırdərya və Zərəfşandan Mahmud Qəznəvinin torpaqlarına, sonralarsa Azərbaycana hücum edirlər. 1055-ci ildə Səlcuqlar xilafətin paytaxtı Bağdad şəhərini tutdular. 1071-ci ildə Malazgirt yaxınlığında döyüşdə Bizans imperatoru 4-cü Roman Diyogenin qoşunlarını məğlub edərək Kiçik Asiyaya yol açdılar. Orada təşkil etdikləri Osman bəyliyi ilə gələcək Osmanlı imperiyasının əsasını qoymuş oldular. Bağdad xəlifəsini dünyəvi və hərbi hakimiyyətdən məhrum edən Səlcuqlar, onun yalnız dini başçılığını saxlayaraq xilafətin mütləq hakiminə çevrilirlər. Azərbaycanda qədim kökləri olan türk dillilik Səlcuqların gəlişi ilə daha da qüvvətləndi. Azərbaycan mədəniyyətinin qızıl səhifələrindən olan, bu vaxtadək şifahi yayılan Oğuz qəhrəmanlıq eposu Kitab-ı Dədə Qorqud qələmə alındı. 12-ci əsrdə Şərqin xəritəsinə Mosul atabəyləri, Şahəmənlər, Şirvan, İraq-ı Əcəm, Xuzistan, Fars, Girman və başqa atabəyliklərin adları qeyd olunur. Atabəy Şəmsəddin Eldənizin başçılıq etdiyi Azərbaycan, Səlcuq imperiyasının mərkəzi vilayəti, 12-ci əsr isə Azərbaycanın çiçəklənmə dövrü oldu. Azərbaycanda mədəni həyatın yüksəlməsi ilə səciyyələnən 12-ci əsr Azərbaycan intibaha dövrü hesab edilir. 12-ci əsr Nizami əsridir. Bağdadda universitet tipli Nizamiyyə mədrəsəsində müəllimlik eləyən Xətib Təbrizi, görkəmli mütəfəkkir və sufi olan, xilafətin ictimai-siyasi həyatında fəal iştirak edən Şahabəddin Sürəvərdi, Azərbaycan Poetik Məktəbinin nümayəndələri Əbdülullah Gəncəvi, Əfsələddin Xaqani, Fələki Şirvani, Mücirəddin Beyləqani, Məhsəti Gəncəvi, Memar Əbu Bəkir Əcəmi və onlarla başqa alim və şairlərimiz bu dövrdə yaşayıb yaratmışlar. Bu, Nizaminin vətəni Gəncə şəhərində axan Gəncə çayın sularıdır. Nizami, yetər bu şöhrət qazanmaq, qocaldın gəncliyi daha gəl burax, qurduğun cadular yetişər burax, kimsiyə cadu tək toratma nahaq, insansan, insana qatış hər zaman, insanla yaşayar hər zaman insan. 7 qat ucalan göy pərkarına, bu 7 ulduzun pak adlarına, Allahı sevənin mərifətinə, şuur sahibinin fərasətinə, elmdən nurlanıb alışan Şama, mərhəmət sahibi fazil adama, elə bir başa ki, bəxtə nur saçıb, elə ayağa ki, düz yollar açıb, pakizə fikirli o saf ərənə, müşküllər açana, nicat verənə, dərdə qalanların pak niyyətinə, azad insanların xoş adətinə, yoxsulları sevən cömert sultana, sultan tək gözü tox, yoxsul insana. Nizami 1141-ci ildə avqustun 17-si ilə 20-si arasında Günəş Şir bürcündə olarkən doğulmuşdur. Şiri Günəşin içində təsvir edən bu qalxan
Hind sənətkarlarının işidir. O nizamiyə həsr olunmuş bu bütövlükdə onun poemalarından olan süjetlərlə bəzədilmişdir. İskəndərnamə, bar yığıb bəhrəsini payladım mən. Leyli və Məcnun, Xosrov və Şirin, bu qırıqlar möhtəşəm 12-ci əsr mədəniyyətinin əsasən memarlıq və söz incilərində həkk olunmuş qalıqlardır. Unutmaq olmaz ki, Atropatena, Adurbadağan və Albaniyanın varisi olan Azərbaycan həmin dövlətlərin ərazisində yerləşir. Onların mədəniyyətini və özünü dərkini 12-ci əsr Azərbaycanın daxilində daşıyırdı. 12-ci, 13-cü əsrlərdə Alban ruhu yeni qüvvə ilə özünü Bərdə və Gəncə ilə həmhüdud olan Xaçen knyazlığının timsalında göstərdi. Xaçen Arsaq knyazlığının şimal hissəsində böyük Alban knyazı Həsən Cəlal Qanzasar monastırını tikdirir. Böyük Alban knyazları nəsilliklə burada bastırılır və 1836-cı ilə qədər Qanzasar Alban kilsəsinin mərkəzi hesab olunurdu. Məhz Xaçen Arsaq knyazlığının ərazisində, Qarabağ uğrunda heç vaxt ermənilərə məxsus olmayan bu torpaqların Ermənistana birləşdirilməsi uğrunda müharibə gedir. Dəli Artavazdım bir vaxtlar Razdan dərəsində cingildiyən zəncirinin səsi indi Qarabağdan gəlir. Qanlı ruh qandallarını qırıb. 13-cü əsrdə Azərbaycan uçsuz bucaqsız Hülakülər dövlətinin mərkəzi vilayəti oldu. Monqol xanı Hülakü 1258-ci ildə Bağdadı tutaraq 5 əsr yaşamış ərəb xilafətinə son qoydu. Monqolların yürüşü 7 Azərbaycan şəhərini, Marağanı, Ərdəbili, Sərabı, Beyləqanı, Şamaxını, Gəncəni və Şəmkiri xarabazara döndərdi. Böyük Çin səddindən Karpat dağlarına və Baltik sahillərinə dək uzadılan böyük çöl varlığını bir daha bildirdi. Zor gücü ilə də olsa hüdudlarını qərbə çatdırdı. Türklərin ön Asiya və yaxın şərqə doğru yeni yürüşü iki böyük imperiya, qərbdə Osman imperiyasının və şərqdə Səfəvvi imperiyasının yaranması ilə nəticələndi. Osmanlı türkləri Bizans ərazisinə, Azərbaycan türkləri Hindistandan tutmuş Mesopotamiya qədər bütün İran ərazisinə sahib oldular. Şərqi Türk imperiyasına şair, dövlət xadimi Şah İsmail Xətai başçılıq edirdi. Azərbaycan Səfəvvi dövlətinin mərkəzində yerləşirdi. Azərbaycanın qüdrətli yaradıcılıq imkanları çox keçmədən bütün dünyaya yayılır. 12-ci, 17-ci yüzillər arasında şair Nəsimi, özünün Marağa rəsədxanası və 400 minlik kitabxana xəzinəsi ilə bütün dünyada məşhur olan astronom Nəsrəddin Tusi, musiqiçi Səfiyyəddin Urməvi, mütəfəkkir və filosof Mahmud Şəbistəri, şair Fəzullah Nəimi, tarixçi Həsən bəy Rumlu və onlarla başqa dühaların canlı səfi dayanır. Azərbaycan memarlarının, daşyonanlarının, nəqqaşlarının əli ilə yaxın şərq ölkələrində onlarla saraylar, məbədlər tikilmişdir. Türklər yaxın şərqdə gəlmə deyildilər. Ərəb xilafətinin yaranışından onlar müsəlman dünyasına daxil olmuş, cahana Əl-Fərabi kimi Aristoteldən sonra müəllim adlandırılan ikinci şəxsi vermişdilər. Türk dili, ərəb və fars dilləri ilə yanaşı şərqdə geniş vüsət tapmış, müsəlman mədəniyyətinin inciləri dövrümüzə dək məhz bu dildə gəlib çatmışdır. Şah İsmail Xətai böyük sufi şöhrəti qazanmış Şeyx Xəllin varisi Ərdəbil şeyxi Səfiyyəddinin nəslindən idi. Rəsmi dövlətlə müxalifətdə olan, özlərinin sirli bilikləri ilə Allaha qovuşan sufilər xalq arasında böyük hörmət və məhəbbət qazanmışdılar. Məhz onların fikirlərinə və azadlığına hörmət İsmaila İranı fəth etmək imkanı verildi. Bu, Azərbaycanın qədim şəhəri Ərdəbildir. 1828-ci ildə Azərbaycan, İran və Rusiya arasında bölüşdürüləndən sonra Ərdəbil İranın işğal dairəsinə aid edilir. İranda bugün də 22 milyondan çox Azərbaycanlı yaşayır.
Bir xalqın iki hissəsi, eyni mədəniyyətin varisləri, eyni dilin daşıyıcıları olan insanlar iki əsrə yaxındır ki, ayrı-ayrı dövlətlərdə, quruluşlarda yaşamağa məcburdular. Dünya bu parçalanmış xalqın faciəsini bilmir. 40 milyonluq xalq birləşməyi heç xülyasına da gətirə bilmir. Orta əsr Azərbaycan miniatürləri, bir çox sənət əsərlərimiz dünyada İran miniatürləri kimi tanınır. Marağa, Təbriz və başqa Azərbaycan şəhərlərindən olan miniatürlərimiz və əlyazmalarımız dünyanın ən gözəl muzeylərində, ən zəngin kolleksiyalarında saxlanılır. Bu sənət inciləri İngiliz kübarlarının, Amerika siyasətçilərinin zövqünə oxşayır. Lakin onlardan heç birinin yadına düşmür ki, bu sənət əsərlərini yaradanların evladları indi hardadır? Türk coğrafiyaşünas, səyyahı Katib Çələbinin xəritəsində Azərbaycan ərazisinin 4 bəylərbəyliyi Təbriz, Şirvan, paytaxtı Gəncə olan Qarabağ, əhalisinin çoxu türk olan Çuxursaat aydın görünür. Erməni kilsəsi Alban və Gürcü kilsələri ilə çəkişməkdə davam edirdi. Eçmiədzin və ətraf monastırların xatirə kitabı olan Cambırda, Erməni kilsəsinə mərkəzdə, Gürcü və Alban kilsələrinə isə Eçmiədzinin ətrafında yer verilir. Osmanlı türkləri yaxın şərqdə hökmranlıq üstündə Səfəvli türkləri ilə mübarizə aparırdılar. 16-17-ci əsrlər İranla Türkiyə arasında baş verən 6 müharibə bu dövlətlərlə həmsərhəd olan Azərbaycana da dərd-bəla oldu. Bu dövrdə qol-qanad açmış Rus imperiyası da şimaldan Azərbaycanın başının üstünə almışdı. İran-Türkiyə müharibələri hər iki dövlətin ayrı-ayrılıqda Rusiyanın apardığı müharibələrlə əvəz olundu. Rusiya dənizlərə və boğazlara çıxmaq üçün mübarizəyə girişdi. 1722-ci ildə 1-ci Pyotrun qoşunları Dərbəndi tutdu. 1723-cü ildə Dərbənddən Astrabadadək Xəzər boyu ərazi İranın əlindən çıxdı. Hadisələrin bu şəkildə cəryanı Azərbaycanda İran üsul idarəsindən xilas olmaq meyillərini gücləndirdi. 18-ci əsrdə Azərbaycan İrandan asılı olmayan 17 müstəqil xanlığa bölünür. Bu, İvan Grozny dövrünün xəritəsidir. Moskva knyazlığının Qafqazdan nə qədər uzaqda yerləşdiyi bu xəritədə aydın görünür. 18-ci əsrin əvvəllərində Rusiyanın cənub sərhədləri Qafqaz dağlarına dirənmişdir. Azərbaycan xanlıqları, o cümlədən Qarabağ xanlığı Qafqaz sıra dağlarının arxasındaydı. Rus işğalından xilas olmaq naminə Azərbaycanı birləşdirməyə çalışan Qubalı Fətəli xanın torpaqları. Bu, Qarabağ xanı İbrahim xanın hökümdarlıq hasasıdır. Bu, Gəncə xanın hakimiyyət simvolu Tuğdur. İstiqlalın bu məğrur rəmzləri sahiblərini çox sevindirə bilmədilər. Parçalanmış Azərbaycan məğlub edilib, İran və Rusiya arasında bölüşdürüldü. Zor gücünə Gəncəni almış Ruslar onu öz şariçalarının şərəfinə Yelizavetpol adlandırdılar. Yelizavetpol uğrundakı döyüşlərdə Rus ordusunun erməni knyazı general-mayor Mədətov başçılıq edirdi. Səlnamədə deyilir, İranla müharibədə qazanılan bütün sonraki qələbələrin başlanğıcı məhz bu döyüşdür. Bu, Gəncənin bayrağıdır. Rus şairi və diplomatı Aleksandr Griboyedov gündəliyində bu vuruşmanı görənlərin dilindən yazırdı ki, döyüş Nizaminin məzarı yaxınlığında getmişdir. Rusiya Lənkəranı, daha sonra Nuhun gəmisi düşən dağların qoynunda yerləşən çoxsaylı, məşhur məclislərindən indi bircəsi də qalmayan müsəlman İrəvanını belə almışdı.
xanlığının bu Bakı. Bu da Şəkinin bayraqlarıdır. Bunlarsa Azərbaycan xanlıqlarının Rusiyanın əlinə keçmiş açarlarıdır. Rus qoşunları Təbrizə gedib çıxdılar. Griboyedovun bağladığı Türkmençay müqaviləsinə əsasən Şimali Azərbaycan Rusiya birləşdirildi. Araz çayı İranla Rusiya arasındakı sərhəddə çevrildi. Bu Qubalı Fətəli xanın beşiyidir. Bu onun baş daşıdır. Onu da demək lazımdır ki, bir çox Azərbaycan xanları özləri Rusiya ilə ittifaqa girmək istəmiş. Azərbaycan türklərinin etnik və dövlət müstəqilliyini qorumaq, Osmanlı və İran assimilyasiyasından xilas olmaq ümidlərini Rusiya ilə bağlamışdılar. Rusiyanın İrandakı səfiri Griboyedovun hazırladığı Türkmençay müqaviləsinə görə Rusiyanın cənub sərhəddi Arazdan keçirdi. Erməni strategiləri polkovnik Lazarev, Mədətov, Dolgoruki, Agutiniski və Erməni kilsəsi öz xalqına Rusların köməyi ilə böyük Ermənistan yaratmağı vəd edirdilər. Lakin Şimali Azərbaycanla kifayətlənən Ruslar öz qoşunlarını Cənubi Azərbaycan ərazisindən çıxaranda Rus silahlı qüvvələrinə fəal kömək etməklə yaşadıkları İran dövlətinə xəyanət etmiş ermənilər Rusların ardınca şimala axışdılar. Erməni keşişinin köməyi ilə 40 min erməni ailəsi Arazı atlayaraq İran cənnətindən Naxçıvana, oradan da Qarabağa köçdü. 1978-ci ildə Qarabağa köçmələrinin 150 illiyi münasibəti ilə abidə ucaltdılar. Qarabağı Ermənistana birləşdirmək fikrinə düşəndən sonra səhvlərini başa düşüb, özləri həmin abidəni dağıtdılar. Qoşunlarını Cənubi Azərbaycan ərazisindən çıxarmaq üçün İrandan tələb etdiyi təzminatın hesabına Rusiyaya səlnaməçinin dili ilə desək, İran qızılı axmağa başladı. Sonra Kürün və Xəzərin balığı, körüsü, torpaqlarımızın misi, dəmir filizi, pambığı, xalçamız, ipəyimiz, cins atlarımız, əla silahlarımız Rusiyaya yol aldı. Erməni Katolikosu Nerses, Rus şarı və içərisində böyük Ermənistana yeri olmayan yeni vətəni qarşısındakı xidmətlərinə görə Ali Müqəddəs Aleksandr Nevski ordeni ilə təltif edildi. Tezliklə Rusiya Türkiyə ilə müharibəyə girir. Bu işdə ermənilərin də təhriki az rol oynamadı. Türkiyə ərazisində yaşayan ermənilər yerli hökumətə qarşı çıxışları ilə Ruslara fəal kömək edirdilər. Rusiyanın Qaradəniz, Bosfor və Dardanel boğazları uğrunda işğalçı siyasəti xristiyanları, yəni erməniləri Müsəlman Türkiyəsinin əsarətindən xilas etmək şüarı ilə örtbasdır edilirdi. İngiltərədə ermənilərin dənizdən dənizə böyük Ermənistan xülyasını müdafiə edirdi. Lakin Türkiyə Kipri İngiltərəyə verəndən sonra ermənilər yaddan çıxdı. Böyük Ermənistan xülyasına düşmək Türkiyənin erməni millətindən olan kəndlilərinin bu dəfə var yoxdan çıxması və Rusiya imperiyasının Qafqaz bölgəsinə, o cümlədən Azərbaycana qaçması ilə nəticələndi. Qafqazda və Krımda hərbi xidmətdə olan və buralarda nələr baş verdiyini yaxşı bilən Lev Nikolayeviç Tolstoy məşhur Hacı Murad povestini qələmə aldı. Tolstoy Kazan Universitetində oxuyarkən Azərbaycan
Azərbaycanlı professor Mirzə Kazım bəy Türk və ərəb dillərindən ona dərs demişdir. Dahi şərqşünas alimimizin nəsil şəcərəsi onun məşhur Rus və Gürcü ailələri ilə qohumluğuna dəlalət edir. Bu, Hacı Muradın başdaşıdır. Bu tablonu Vereshagin çekip, Bakı buxtası, gəmilərin bayraqları, bütünlüklə bir təpiyə yerləşmiş Bakı, Bakı qalaları, müsəlman məscidlərinin minarələri, pillə-pillə qalxan şəhərin abidələri aydın görünür. Bakı əhalisi وهمت كل أمة برسولهم ليأخذوه وجادلوا بالباطل ليدحضوا به الحق فأخذتهم. Kargüzarlığın və məhkəmənin Rus dilində getdiyi Azərbaycanda yaşayan, Rus dilini başa düşməyən Azərbaycanlılar, ölkəmizin ümumi Azərbaycan adı aradan çıxarılmış, quberniya məhvumu meydana gətirilmişdir. Bakı, Yelizavetpol və sair quberniyaları, Bakı Pravoslav kilsəsi, müsəlmanlar onun tikintisinə 30.000 gümüş pul iyanə vermişdilər. Komünistlər onu partlatdılar. Bakı küləyi, Bakı qızılı, neft, xarici şirkətlər, Nobel. Milyon qızıl pul qoymaqla Londonda Erməni Milli Bankını təsis etmiş Bakı neft sənayecisi Montaşevin sarayı. Londonun bu bankı ermənilərin müqəddəratın təyin olunması adı ilə apardıqları bədnam işi maliyyələşdirən əsas mənbədir. 1905-ci ildə erməni inqilabçıları Bakı general qubernatoru Knyaz Nakashidze-ni öldürdülər. Buna səbəb Eçmiədzindəki sandıqlarda silah gizləndiyindən şübhələnən generalın bu sandıqları açmaq əmri idi. Elə o vaxt erməni kilsəsi Rusiyanın Çar xanedanını lənətləmiş, erməni terrorçuları Çarın özünün qətl fərmanını vermişdilər. Erməni radikal nəzəriyyələrinin Allahı Knyaz Kropotkin idi. 1890-cı ildə fəhlə sinifinin azadlığı uğrunda mübarizə ittifaqının təşkilindən 6 il əvvəl Avropada ermənilərin İnqilabı Partiyası Daşnaküstün yaradılmışdı. Partiyanın məqsədi böyük və müstəqil Ermənistan idi. Gizli işləyən Daşnaküstün Partiyası ermənilərin yaşadığı hər yerdə fəaliyyət göstərirdi. Özəylər, məsul təşkilatlar, Şərqi və Qərbi bürolar bütün Avropa ölkələrinin paytaxtlarını, Rusiyanın, Qafqazın, İranın, Türkiyənin, Yunanistanın və Rumıniyanın mühüm şəhərlərini bürümüşdü. Hər bir erməni vətənpərvəri partiya mənsubiyyətindən asılı olmayaraq, gəlirinin 2%-dən 10%-nə qədərini erməni hərəkatının ehtiyacları üçün partiyanın hesabına keçirməliydi. Buna riayət etməyənləri amansız terror gözləyirdi. Çünki Böyük Ermənistan Allah'ın gözündə hamı bərabər idi. 1905-ci ildə daşnaqlar Bolşevik hərəkatından istifadə edərək Bakıda
qırğın saldılar. Nəticədə minlərlə Azərbaycanlı həlak oldu. Dünya müharibənin astanasındaydı. Daşnaksu'nun partiyasının lideri Ovanes Kaçaznuni etiraf edərək deyirdi. 1914 yılın payızında Türkiye hələ müharibə edən ölkələrə qoşulmamış, Zaqafqaziyada Türkiye ilə müharibə eləmək, torpaqları tutmaq və qisas almaq üçün böyük səskü ilə erməni könüllü dəstələri təşkil edilirdi. Bu hazırlıqdan yarım il sonra Türkiye cəbhə açmalı oldu. Türkiye ərazisində yaşayan ermənilərin məhvi ilə nəticələndi. 1917 yılın fevral ayında Rus şarı devrildi. Zaqafqaziyada Azərbaycan, Gürcüstan və Ermənistanın daxil olduğu Zaqafqaziya dövlətləri seymi yaradıldı. 1918-ci ildə bu seyim dağıldı. İstiqlal bəyannaməsini elan edən Azərbaycan, Gürcüstan və Ermənistan müstəqil demokratik respublika qurdular. Türkiye ilə müharibədə keçmiş Rusiya imperiyasının bir hissəsindən məhrum olmuş Ermənistan, Zaqafqaziya respublikaları arasında ən kiçiyi idi. Odur ki, Xalqalaq üstündə Gürcüstana müharibə elan etdi. Azərbaycan Demokratik Respublikasının 1918-ci ildəki xəritəsi cəmi 23 ay mövcud olmuş, lakin bu müddətdə Azərbaycana çox şey vermiş respublika. Sədr Məmməd Əmin Rəsulzadə, Baş nazir Fətəli xan Xoyski, Azərbaycan istiqlalı prinsiplərinin əsasını qoyan, ölkədə köklü dəyişikliklər edən, yalnız yaxın şərqdə deyil, ümumiyyətlə bütün İslam aləmində ilk demokratik cumhuriyyətin hökuməti. Azərbaycanın 28 may 1918-ci ildə qəbul edilmiş İstiqlal Bəyannaməsi. Baş nazir Xoyskinin məktubu. Çox hörmətli Məmməd Həsən, Azərbaycanın müstəqilliyinin elan edilməsi haqqında teleqramı göndərməyə burada çox mane olurlar. Telegramın Rus və Fransız mətnlərini sizə göndərirəm ki, radio ilə verəsiz. Ermənilərlə bütün mübahisələrimizə son qoymuşuq. Onlar ultimatumu qəbul edəcək və müharibəyə son qoyacaqlar. Biz İrəvanı onlara verəcəyik. Hökumət Yelizavetpolda, Gəncədə yerləşəcək. 28 may 1918-ci il. Sizin Fətəli Xoyski. Konstantinopol, Viyana, Berlin, Paris, London, Washington, Safiya, Roma, Buxarest, Tehran, Moskva, Kiyev, Kristiyaniya, Kopenhagen, Xarici İşlər Nazirlərinə. Gürcüstanın Zaqafqaziya Federativ Respublikasından çıxması ilə bu qurum dağıldı. Azərbaycan Milli Şurası bu ilin 28 mayında Şərqi və Cənubi Zaqafqaziya ərazisindən təşkil edilmiş Azərbaycanın müstəqilliyini elan etdi. Azərbaycan Demokratik Cumhuriyyətini yaratdı. Bu haqda sizi xəbərdar etməklə zat hallərinizdən bunu öz hökumətinizə çatdırmağı xahiş etmək şərəfinə bulunuram. Xoyski, Azərbaycan Respublikası Nazirlər Şurasının sədri. Eyni şey fransız dilində. Azərbaycanın müstəqil demokratik cümhuriyyət elan edilməsi şərəfinə buraxılmış xatirə medalı, marka, qızıl pulla bərabər işlənən Azərbaycan pulu. Səttar xan Arazın ayırdığı cənub torpaqlarımızda xalqı Şimali Azərbaycanla birləşmək uğrunda mübarizə qaldırdı. Təəccüblüdür ki, bu hərəkatın ideoloqları inqilabın və xalqın qovuşmasının dinç yolla inkişafını təbliğ edirdilər. Lakin inqilab yatırıldı. 30 yanvar 1918-ci ildə İngilis müxbiri Tiflisdən yazırdı. Azərbaycanla sülh müqaviləsi bağlanan kimi Azərbaycan qoşunlarının getməsindən istifadə edən ermənilər xaincəsinə Zəngəzur müsəlmanlarına basqın etdilər. 40 müsəlman, yəni Azərbaycan kəndini dağıtdılar. Türk ordusunun təzyiqi altında geri çəkilən erməni ordusu və silahlı qaçqınları öz yolları üstündəki müsəlman kəndlərini oda yaxır, yerlə yeksan edir
əhalisini qılıcdan keçirir, ağla gəlməz vəhşiliklər törədirdilər. Südəmər Azərbaycan körpələrinin nizələrinə keçirmiş erməni əskərləri çılpaq halda yol boyu düzdükləri müsəlman qadınlarının qarşısından qalib halda keçirdilər. General Arşev və kapitan Masisyan Qars vilayətində 82 müsəlman kəndini yerlə yeksan etdilər. Bu fotoşəkil ermənilərin Səlmas və Xoyda törətdiyi cinayətləri əks etdirir. Bu həmin o Səlmas və Xoy idi ki, 100 il qabaq ermənilər oradan Rusiya, daha doğrusu Qarabağa köçürülmüşdülər. Bütün bu vaxt ərzində dünya mətbuatı ermənilərin qırğını barədə bar-bar bağırır, Kəmsəvad erməni generalı Andranik isə Daşnaqların Kiçik Ermənistanın paytaxtı etmək istədikləri Azərbaycan şəhəri Şuşaya hücum edirdi. Şuşadan, Qarabağ general qubernatorundan, erməni nizami ordusunun qəflətən heç bir səbəb olmadan hücuma keçməsi göstərir ki, Ermənistan hökumətinin verdiyi bütün vədlər qeyri-səmimidir. Ermənilərin dağıtdığı müsəlman kəndlərinin adları göstərilməklə Zəngəzur qəzasında baş verən son hadisələr haqqında rəsmi məlumat 1920-ci il. Artilleriya və pulemyotlardan istifadə edən ordu qəflətən köməksiz müsəlman kəndlərinin üzərinə hücum edib əhalisini öldürür, kəndləri yandırırdı. Görülməmiş vəhşilik, yeni qaçqın kütlələri Ermənistan Xarici İşlər Nazirliyinə, İrəvana, Azərbaycan Cümhuriyyəti Xarici İşlər Naziri Xoyskidən etiraz notası, erməni qoşunlarının 10 minlərlə müsəlmanın həyatını və əmlakını amansızcasına məhv etməsinin, kəndləri yerlə yeksan etməsinin qarşısını almaq məqsədi ilə Fərican, Qonal, Qoca Musalı, Əliqulu uşağı kəndləri məhv edilmişdir. Yerli erməniləri üsyana qaldırmaq üçün İrəvandan Dağlıq Qarabağa eşalonlar gəlir. Azərbaycan Xarici İşlər Nazirinə raportlar. Bir neçə yüz müsəlman qadınının erməni dəstələri tərəfindən aparılması, erməni cəza ekspedisiyasının törətdiyi vəhşiliklər haqqında Əla Həzrət Xarici İşlər Nazirinə. Mənim gəlişmədək İrəvanda müsəlmanların vəziyyəti dəhşətli idi. Ermənilərin Azərbaycanla dostluq vədlərinə heç cür inanmaq olmaz. Ermənilər hesab edirlər ki, onlar müsəlmanlarla düşmən olmaq üçün yaranıblar. Naxçıvan və Qars tərəfdən təhlükə olmasaydı, Ermənistan Azərbaycana ordu yaratmağa imkan vermədən hücuma keçərdi. Ermənistanda diplomatik nümayəndə Xan Təkinski komandir adı ilə Şamaxıda törətdiyi vəhşiliklərə görə cəzalandırması haqqında xahişnamə. Şəhərdə bütün kişi əhalisi qılıncdan keçirilmişdir. Kişi cinsindən olan uşaqlara belə aman verilməmişdir. Şəhər qarət edilib yandırılmışdır. Yalnız Stepan Lalayev günahkardır. Bu vəhşini məhkəməyə verməyinizi xahiş edirik. Şamaxı əhalisinin imzaları. Bunlar gələcək minnətdar nəslin Bakının lab mərkəzində 26 Bakı komissarları xatirə abidəsi ucaldacağı bolşevik kommunistlərin, komissarların əməlləridir. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra onların cəsədləri Zaqasp çöllərindən gətirilib Bakının mərkəzi meydanlarından birində təntənəli şəkildə dəfn edilmişdir. Daşnaq Erməni partiyası ilə sıx əlaqədə olan erməni bolşevikləri Azərbaycanda bolşevik hakimiyyətinə nəzarət edirdilər. 1905-1907-ci illərdə bu hal özünü müsəlmanların kütləvi surətdə qırılmasında göstərdi. Azərbaycan xalqının çox böyük hissəsi Azərbaycanın demokratik və milli partiyalarını müdafiə edirdi. Bolşeviklər və daşnaqlar dünyanı yenidən qurmaq fikrində həmrəy idilər. Zaqafqaziyada bolşevizmin qələbəsindən sonra Daşnaqstun partiyasının lideri, dağılmış Ermənistan Respublikasının baş naziri Kaçaznuni, Böyük Ermənistanın yaradılmasını açıq-aşkar bolşeviklərə həvalə edərək bildirmişdi ki, qalan işləri onların əvəzinə bolşeviklər görəcəklər. Azərbaycan Demokratik Respublikası 1918-1920-ci illərdə ermənilərin törətdikləri cinayətləri tədqiq edən Fövqəladə İstintaq Komissiyası yaratmışdı. Şamaxının darmadağın olunması və müsəlman əhaliyə edilən zorakılıq haqqında,
Müslüman kendi Bağrılı'nın dağılması hakkında, Gəncə quberniyasının Cəbrayıl qəzasında Doşullu kəndinin dağılması hakkında, Quba şəhərinin və Quba rayonu kəndlərinin dağıdılması hakkında, Antisaran kəndinin dağılması hakkında, Qazax, Şərur Naxçıvan, Qazaxdan Bakıya Ermənilər bugün Yaravulla kəndinə hücum edib, əhalinin 3/4'ünü qırmışlar. Telegramlar, şifreler. Zəngəzur kəndlərinin ermənilər tərəfindən dağılması hakkında raportlar, komissiyanın aktları öldürülmüştür. Kişilərdən 250 nəfər, qadınlardan 150, uşaqlardan 135. Öldürülenler, kişilərdən 5, qadınlardan 1, uşaqlardan 6. Yaralanan yoxdur. Öldürülenler, kişilərdən 29, qadınlardan 10, uşaqlardan 12. 3.123.250 manat məbləğində zərər dəymişdir. Öldürülenler, kişilərdən 300, qadınlardan 235, uşaqlardan 50. Bu adamın dilini və əlini ermənilər qızmış dəmirlə dağlamışlar. Azərbaycan tərəfinin göndərdiyi etiraz notlarına erməni tərəfinin cavabı, Xarici İşlər Naziri Xoyskiyə, Xarici İşlər Naziri Xatsyandan sizin telegramınıza cavab verərək bildirirəm ki, Qarabağda nizami erməni ordusu olmasına istinad etməniz həqiqətə uyğun deyildir. Buradan sonra hədə-qorxu gəlinirdi. Parisdə çağırılacaq konferans ərəfəsində sadəcə olaraq baş verə biləcək hadisələrin qarşısını almaq üçün sizin hökumətiniz Qarabağ məsələsini zor yolu ilə həll etmək üçün cəhdindən əl çəkəcək və Qarabağa göndəriləsi qüvvələri təcili surətdə dayandıracaqdır. Xatsyan. Erməni qəzetləri xəbər verirdi. Qarabağ Milli Şurası Dağlıq Qarabağda bütün hakimiyyəti öz əlinə almışdır. Erməni Dağlıq Qarabağı Azərbaycan hakimiyyəti dairəsindən kənarda hesab edilir. Şuşada qanlı faciə başlamışdır. Azərbaycan qoşunları dinc əhaliyə hücum edib, evlərə soxulmuş və qarətə başlamışlar. Erməni əhalisi vahimə içərisində Böyük Britaniya nümayəndələrinin Şuşadakı iqamətgahının qabağına yığışıb, Qars vilayətində və İrəvan quberniyasında baş verən hadisələr haqqında xəbər verən Gürcüstan hökuməti telegramında faciənin səbəbkarının ermənilər olduğu bildirilir və sülhə çağırış sədaları ucalırdı. Qars vilayətindəki və İrəvan quberniyasının bir hissəsindəki qanlı toqquşmalar Gürcüstan hökumətində böyük həyəcana səbəb olur. Bu toqquşmalar qardaş qırğınına cəlb edir. Bu şəraitdə Zaqafqaziyanın müqavimətini qırıb özünə tabe etmiş 11-ci Qızıl Ordunun Zaqafqaziya müdaxiləsi başlanır. Zaqafqaziyada demokratik respublikalar devrilir. Gürcüstanda, Azərbaycanda, Ermənistanda Sovet hakimiyyətləri qurulur. Azərbaycanın işğal edilməsindən bir həftə əvvəl 17 aprel 1920-ci ildə Rusiya Çernin vasitəsilə özünü Azərbaycan Demokratik Cumhuriyyəti ilə diplomatik danışıqlar apardığını göstərmək istədiyi vaxt Kremldə Sebrovskinin adına onun Azərbaycanın bütün təbii sərvətləri və təsərrüfatı üzərində faktiki hakimiyyətə malik olması haqqında mandat yazılır. Sənədin əslini Əmək və Müdafiə Sovetinin sədri Ulyanov Lenin, Sovetin üzvləri Sklyanski və Rykov imzalamışlar. Beləliklə dünyada qəbul edilmiş adi hüquq normaları pozulmuş, Azərbaycan xalqının milli və dövlət ləyaqəti tapdanılmış, Azərbaycan işğal edilmişdir. Vətəndaş müharibəsinin dağıtdığı, aclıqdan əziyyət çəkən, ehtiyac içində boğulan Rusiyanı hər şeydən çox maraqlandıran Bakının neftidir. Daxildən Bolşevik və Daşnak partiyaları 11-ci Qızıl Ordunun uğurlarına kömək edirdilər. Onların günahı üzündən 100 minlərlə Azərbaycanlı doğma yerlərindən qaçqın düşmüş, onlardan yarım milyonu aclıqdan, xəstəlikdən qırılmışdı. Bundan
sonra Azərbaycanın tarihini bu adamlar həll edəcəklər. Bu Sovet hakimiyyətinin Bakıda keçirdiyi bayram və nümayişlərdir. Sovet Azərbaycanının başçısı həkim, filosof Nərimanov, fəlsəfə ilə siyasəti birləşdirməyə çalışan və səhvini çox gec başa düşən adam. 20-ci əsr siyasəti şərqin arzuları ilə uyuşmayan əcaib bir nəhəng idi. İnsanpərvər, xeyirxah ideyalarla yaşayan Nərimanov, Sovet liderləri Mikoyan və başqalarının təsiri ilə Naxçıvan və Zəngəzuru Ermənistana bağışladı. Qarabağa isə öz müqəddəratını həll etmək ixtiyarını verdi. Beləliklə, Sovet hökumətinin köməyi ilə ermənilər Azərbaycan torpaqlarını yavaş-yavaş ələ keçirə bildilər. Ermənilərin vəhşilikləri isə unuduldu. Bu xəritə Azərbaycan Demokratik Cumhuriyyətinin Ermənistanla sərhədlərinin Göyçə gölündən və Arpaçaydan keçdiyini göstərir. Bu xəritə isə hələ əski əlifbadan istifadə edən Azərbaycan Sovet Sosialist Respublikasınındır. Cəbrayıl və Zəngəzur qəzalarının bir hissəsi artıq Ermənistan SSR-nin sərhədləri daxilindədir. Bu torpaqlar Nərimanovun əmri ilə Ermənistana verilən Zəngəzurdur. Ermənistan SSR Azərbaycanı paralayaraq Naxçıvan ərazisini Azərbaycandan uzaqlaşdırır. Azərbaycandan qoparılmış Zəngəzur, uzaq düşmüş Naxçıvan. Budur Azərbaycanın xəritəsindəki ağ ləkə. Bu ağ ləkə mədəniyyətimizə və tariximizə də sirayət edəcəkdir. Tarix boyu mövcud olmuş Kiçik Ermənistan, Kilikiya dövləti, Böyük Ermənistan, bilavasitə Ermənistan kimi dövlətlərdən 20-ci əsrin 20-ci illərində Azərbaycandan aldığı Zəngəzurla bərabər Arazın o tayına sığınmış Sovet Ermənistana qaldı. Dünyanın hansı dövləti ermənilərə Azərbaycanın Zəngəzuru verdiyi kimi torpaq payı verib? Dünyanın hansı dövləti ermənilərə Azərbaycanın Qarabağa verdiyi muxtariyyəti verib? Azərbaycan və Azərbaycanlılar haqqında nə qədər iftira yaymaq olar? Azərbaycandan yeni torpaqlar qopartmaq üçün ona nə qədər qara yaxmaq olar? Ermənilərin özgə torpağına tükənməz iştahı üzündən Azərbaycanlıları nə qədər öldürmək olar? Dünya hansı adamların hüququndan barbar bağırır? Bütünlüklə Zaqafqaziya qısılmış Ermənistan indi bütün Zaqafqaziya torpaqlarına yiyə durmaq istəyir. Ermənistanın mərdoğlu kiçik Yeğişet Şarens, ermənilər arasında birinci olaraq xalqı güdaza verən, bütün dünya üçün təhlükə yaradan dəhşətli Böyük Ermənistan ideyasına meydan oxudu. Özünün Nair ölkəsi romanında bu balaca insan Böyük Ermənistan kabusunu məhv etdi. Onun həmvətənləri bu romanı xatırlayırmı? Mədəni dünyanın bu romandan xəbəri varmı? Sovet Rusiyanın Zaqafqaziya ilə müharibəsi uğurlu oldu. Rusiya 1828-ci ildə olduğu kimi Zaqafqaziyanı yenidən özünə birləşdirdi. İmperiya onunla bərabər hökmranlıq qorunub saxlandı. Azərbaycan bəstəkarı, Şərqdə ilk klassik operanın banisi Şalı Üzeyir Hacıbəyov dirijorluq edir. Füzulinin Leyli və Məcnun poeması əsasında yaradılmış operada aktyor Hüseyin Qulu Sarabski.
Tahir Mikail Müşfiq, Hüseyin Cavid. Sovet hakimiyyətinin ilk 10 illiyində Azərbaycanın ən yaxşı ziyalıları məhv edildi. Öncüllərini itirmiş Azərbaycan elm və incəsənəti cılızdaşır, millət mənəvi simasını, yaddaşını itirirdi. Azərbaycan ruslaşır, daha çox müstəmləkəyə çevrilir, doğma dilini unudurdu. Mərkəzi QPU-nun və DDK-nın strukturları rəqq işləyir, SSR-nin cənub sərhədlərinin keçdiyi Respublika ərazisi, hərbi qarnizonlar, döyüş texnikası və hərbi hissələrlə doldurulurdu. Onun təbii sərvətləri amansız istismar olunurdu. Sovet hakimiyyətinin ilk 20 ili ərzində əlifba 3 dəfə dəyişdirilir. Çünki Azərbaycan xalqı yalnız Sovet hakimiyyətinin yazdığını oxuya bilməli, min illiklərin yazdığını bilməməli idi. Onsuz da Azərbaycanı tərk etməmiş və burada yenidən dirçəlmiş ermənilər varlarını və nüfuzlarını artırırdılar. Doktor Ionesyan, məsələn, birinci Dövlət Şərq Orkestrini yaradır. Azərbaycan musiqi ənənələrinə, şərq ifaçılıq ruhuna yad olan bu orkestr, hayküyü və gürültüsü ilə bolşeviklərinin zövqünü daha çox oxşayırdı. Azərbaycanlılar isə öz musiqi əsərlərini bu zaman belə ifa edirdilər. Bu yüksək təhsilli erməni müəllifi Zbrui Lisisyanın mükəmməl akademik əsəridir. Haqqı dana bilməyən müəllif burada göstərir ki, ermənilər Kürd, Türk, Gürcü və başqa xalqların mahnılarını, rəqslərini özünkü elan etmişlər. Məsələn, Türklərin köç rəqsi köçəri, Türk mahnısı durnalar. Müəllif erməni köçkünlərinin Türk kəndlərindən Türkləri sıxışdırıb çıxartmalarından və həmin kəndlərin adlarını erməniləşdirmələrindən də bəhs edir. Azərbaycan kəndi Nərgin Ağcaqala, Nərgin Bazmaberd erməni kəndinə çevrildi. Bu mötəbər akademik nəşrin 4 cildinin 4'ü də bu ruhdadır. 20-ci əsrin əvvəlində İrəvan şəhərinin 52% Azərbaycanlılardan ibarət idi. Ermənistan adlandırılmış bu ölkənin digər rayonlarında da Azərbaycanlı əhali çoxluq təşkil edirdi. Lakin Azərbaycanlılar burada daim sıxışdırılmış və bugün Ermənistan monoetnik respublikaya çevrilmişdir. Azərbaycanlıların Ermənistandan çıxarılması dövlət siyasəti şəklini almışdır. Mədəni dünyanın bundan xəbəri varmı? İlk baxışdan suçsuz görünən bu nəşirdə Azərbaycan, Şirvan, Quba, Gəncə, Qazax, Qarabağ və bu kimi yerlərin xalqları haqqında məlumat var. Azərbaycanın qədim ocaqları olan bu yerlər nə vaxtdan ermənilərə məxsus olub? Azərbaycan xalça mədəniyyətinin çox qədim kökləri var. Dünyanın ən yaxşı muzeylərində saxlanılan bu xalçalar Avropanın intibah dövrü rəssamlarının əsərlərində təsvir olunub. Erməni tacirləri bu xalçaları ermənilərin adına çıxırlar. Bu işdə Azərbaycanlıların heç bir günahı yoxdur. 20-ci əsrin 60-cı illərində Ermənistanda çap edilmiş xəritədə Azərbaycan şəhərləri Quba, Şamaxı, Gəncə, Qazax, Qondarma heç vaxt mövcud olmayan Ermənistan hüdudlarında təsvir edilir. Rəsmi xəritələrdə müasir Ermənistan dövlətinin sərhədləri belə göstərilmişdir. Dünya Ermənistanı məhz bu hüdudlarda tanıyır. Qarabağ torpağının getirdiyi budayşa məşhur Qarabağ cinsindəndir. Qarabağ həmin Alman torpaqları Xaçın Arsaqdır ki, 1828-ci ildə İrandan buraya ermənilər, hayklar köçürülmüşlər.
bu Azərbaycanlı qocadır. Bu Qarabağda yetişən Azərbaycan alma armududur. Bu ermənilərin Azərbaycanın hesabına Qarabağa çəkdiyi yoldur. Yolu əsasən Ruslar tikirlər. Çünki ermənilər gücləri çatmayan işə girişməzlər. Qarabağ, Türkçə müqəddəs, ulu tanrı deməkdir. Azərbaycanın şöhrətli sənətkarlarının, şair Vaqifin, şairə Natavanın, bəstəkar Üzeyir Hacıbəyovun doğma yurdu. Stepanakert, lap elə bil Tiqranaketdir. Bolşevik Daşnak Stepan Şamiyanın şərəfinə adlandırılıb. Qarabağın tarixi paytaxtı Şuşadan 12 kilometr aralı Azərbaycanlıların yaşadığı Xankəndin yerində demək olar ki, ildırım surəti ilə tikilmiş şəhər. Qarabağda erməni rəisi. Ermənilər möhtəşəm Qarabağ torpağında 5 sosialist əməyi qəhrəmanı. Bu isə 1918-ci ildə Daşnaqlar tərəfindən darmadağın edilmiş Xan kəndinin 12 kilometrliyində yerləşən Şuşa şəhəridir. Şuşanın fonunda Qarabağ uşaqları. Yalnız Stepanakert tikilib qutarandan sonra Şuşanın uçuqlarını təmizləməyə başladılar. Həmin erməni rəisi 20 ildən sonra Azərbaycan nümayəndələrini ermənilərin Qarabağda əldə etdikləri nailiyyətlərlə tanış eləyir. Əla növ Qarabağ şərablarının saxlandığı zirzəmilər. Azərbaycan rəhbəri nədənsə erməni rəhbərləri ilə vadəsini toqquşdurmuş. Stepanakert teatrı. Yəqin Tiqranın antik dövrdəki teatrından daha gözəldir. Qarabağda ermənilərin xoru. Azərbaycanlılar həmişə ermənilərin halına yanmış, ürəklərində kin saxlamadan varlarını onlarla bölüşmüşlər. Bəlkə elə bunun özü ermənilərdən nifrət oyadır. Tasit yazırdı ki, keçmişdə ermənilər Romalılara nifrət, Parfiyalılara həsəd hissi ilə alışırdılar. Bəs indi Sovet İttifaqı qəhrəman adını almış erməni generalına Şuşada abidə. Bu isə böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri Vaqifin abidəsidir. 1988-ci ilin Novruz qabağı günləri ermənilərin müsəlmanlara qarşı çıxışları adətən bu bayram qabağı günlərə düşür. Qarabağın erməniləri Azərbaycan tərkibindən çıxarılıb Ermənistana birləşdirilmələrini tələb edirlər. Ermənistan Qarabağın birləşməsinə razılıq verir. Qarabağ əhalisinin təqribən yarısını təşkil edən Azərbaycanlıların istəyi nəzərə alınmır. Ermənistanın başçısı Vaskanyan, SSR Ali Soveti Rəyasət Heyətində yalan danışır. Azərbaycan İnqilab Komitəsi 1 dekabr 1920-ci il dekreti ilə Dağlıq Qarabağ, Zəngəzur və Naxçıvanın Sovet Ermənistanının ayrılmaz hissəsi olduğunu
təsdiq edir. Əslində isə dekretdə belə deyilir. Azərbaycan, Zəngəzur və Naxçıvanı Ermənistana verir. Əməkçi Qarabağ kəndlərinə isə əmək hüququ verilir. Ermənilər Qarabağ uğrunda gedən döyüşə bütün qüvvələri cəlb edirlər. Stravoytovanın səyi ilə Dağlıq Qarabağ problemi akademik Saxrovun mətbəxində araşdırılır. Aleksandr Yakovlevin vasitəsilə ipin ucu Saxrovun mətbəxindən Kremlə, Qarbaşova doğru uzanır. Öz erməni köklərini təvəzzökarcasına gizlədən, yalnız Rus demokratiyası adından çıxış edən Yelena Bonner-Saxrova Alixanyan bu proseslərdə son dərəcə fəal iştirak edir. Beləliklə, Rus demokratları erməni biabırçılığına qoşulur. Rus, Fransız və ya başqa millətin demokratlarına ermənilərin demokratik ölkələrdə ucaltdığı nifrət abidələri haqqında bir şey məlumdur. Onlara görkəmli siyasətçi, romançı Zori Balayanın erməni xalqının qəhrəmancasına mübarizəsinə həsr olunmuş kitabı, daha doğrusu kitabcığı haqqında bir şey məlumdurmu? Demokratiya fərqinə varırmı ki, Livan alovu Qarabağ müharibəsi başlayan kimi söndü? Parisdə çıxan jurnal Dimanche 24 yanvar 1990-cı ildə Fransız demokratlarına belə bir xəbər çatdırdı. Son həftələr Livandan Yerevana ağır silah, minamyot və avtomatla yüklənmiş təyyarələr uçmaqdadır. Bu quldur dəstələrinin başında çox vaxt Beyrutdan və Dəməşqdən gələn ermənilər durur. Şuşa döyüşlərinin taktikasına yaxşı bələd olan bir neçə yüz Livan ermənisi Yorusun sərhəd məntəqələrinə və xanlara tərəf getmişlər. Bunlar bixəbər dünyanın haqqında bir şey bilmədiyi elan edilməmiş müharibənin qurbanları Azərbaycanlı qocalar və uşaqlardır. Ermənilər Azərbaycan torpağında sifətlərinə nord maskaları tapıb duruşurlar. Ermənilər Azərbaycanla müharibədə təkcə xaricdən gətirilmiş ölüm saçan silahlardan deyil, həm də doğma Sovet ordusunun ağır texnikasından, nəqliyyat vasitələrindən, artilleriyasından, aviasiyasından, doluvuran toplarından da istifadə edirlər. Ermənilər Sovet ordusunun yüksək rütbə sahiblərini hər yerdə ələ alır, Azərbaycan ərazisində yerləşən Alban məbədləri indi silah ambarına çevrilir. Döyüş xəritələrinə Azərbaycanın hər yüksəkliyi, hər arxı təfərrüatı ilə qeyd olunur. Erməni partizan döyüş dəstələri xüsusi təlimat keçmiş peşəkar zabitlər tərəfindən formalaşdırılır və xaricdəki erməni diasporundan pul, silah, hətta ərzaqla təmin edilirlər. Radyo dalğaları Azərbaycan efirində fransız, ingilis, ərəb, erməni dillərində aparılan danışıqları tutur. Əlində qılınc tutmuş ana Ermənistan və erməni kilsəsi erməniləri Dağlıq Qarabağda qələbiyə səsləyir. Roma papasının elçisi bütün ermənilərin katolikosunun qəbulunda görünür. Erməni kilsəsinin vətənpərvərlik cəbhəsində son dərəcə fəallığı Roma papasını narahat edir. Erməni ruhaniləri öz ibadətlərində erməni xalqının haqq mübarizəsində Allahdan kömək diləyir. Erməni cəza dəstələri isə Qazax, Gəncə rayonlarında, Çaykənddə, Goronboyda, Qarabağda, Füzulidə, Kəlbəcərdə, Laçında Azərbaycan kəndlərini, şəhərlərini və onların əhalisini məhv etmə işini davam etdirir. Ermənistanla Azərbaycan arasında dövlət sərhədləri Sevan dağ silsiləsindən keçir. Ermənilərin döyüş cəbhəsi və can atdıqları torpaqlar isə bu silsilədən çox-çox uzaqdadır. Erməni cəbhə xətti Ermənistanda çap olunan xəritələrin birindəki sərhəd xəttinə çox oxşayır. Bu, Azərbaycandan alınmış Zəngəzurun mehri ərazisidir. Buradan Azərbaycan dəmir yolunun Naxçıvana, oradan da Yerevana gedən hissəsi keçir. Bu, Azərbaycan dəmir yolunun erməni hissəsidir. Ermənilər yolu partladır, qatar sürücülərini öldürür, qatarları saxlayır, girov götürür, qarət edir. Sonra da bütün dünyaya car çəkirlər ki, Ermənistan dəmir yolu blokadasındadır. Erməni strategilərinin, ermənilərin onlarla nəsillərinə təlqin etdikləri dənizdən dənizə böyük Ermənistan ideyası tarixin reallığı,
ermənilərin təfəkkürünü, onların dünyaya olan baxışlarını saxtalaşdırır. Ermənilərin hər çap olunmuş sözü zəhərlə doludur. İddialı, bayağı və yalandır. Bu sözlər bulvar ədəbiyyatında da, akademik jurnallarda da, qəzet və radio verilişlərində də eynidir. Erməni jurnalının titul səhifələrindəki qələbə işarəsi Azərbaycanlılar üçün dəhşətli və konkret məna kəsb edir. İndi isə Qarabağın, Qondarma Dağlıq Qarabağ Respublikasının Ermənistana birləşdirilməsini xarici erməni partiyalarının hamısı, yəni İnqilabçı Daşnaqlar, Kəndli Azadlığı, Sosial Demokrat Partiyası, Birləşmiş Ştatların şərqi erməniləri, gənc erməni daşnaqları, Ermənistanın müdafiəsi, Erməni Mədəniyyəti Cəmiyyəti, Kilikiya, Jirarir, Paris Milli Öz Hüquqlarını Müəyyən Etmə Komitəsi, Yüzlərin Komitəsi və s. onlarla belə partiyalar istəyir. İttifaq ordusu silahsız Azərbaycanlıları yaxşıca silahlanmış, gözə görünməz erməni ordusundan müdafiə edə bilmədi. Mədəni dünya uzun müddət yalnız atılıb gedilmiş qocalardan başqa bircə dənə də olsa silahlı erməninin üzünü görmədi. Demokratik Ermənistan özünə çox güvənir. O, Türkiyənin Qars vilayətinə Ermənistanın iddialarını bildirir. 1961-ci ildə erməni dilində Ermənistanda nəşr olunmuş bu xəritə Bakı ermənisindən müsadirə edilmişdir. Onun arxasında qürurla yazılmış mətndə deyilir: Zəngəzurlu Xaçaturyanın şəxsi əşyaları 1972-ci il Bakı şəhəri nömrə 1. Ermənistan sərhəddi bu xəritədə yerini dəyişərək həmişə şərqə doğru hərəkətini davam etdirir. Araz çayı boyunca sərhəd ümumiyyətlə yoxdur. İlk sərhəd zolağı Kiçik Qafqaz dağlarının ətəklərindən keçir. Bu isə Azərbaycanın ərazisidir. Sonraki sərhəd zolağı Kür boyuncadır. Sonra sərhəd zolağı Kürdən o yana, daha sonra isə Böyük Qafqaz dağlarına doğru keçir. Beləliklə, Qafqaz sıra dağlarının bu üzündən Dəclə, Fərat çaylarına dək olan bütün ərazi ermənilərin olur. Bakıda mitinglər başlayır. Ümumdünya ictimai fikrinin həmrəyliklə çirkaba buladığı, özünün ən çətin tarixi dövrünü yaşayan Azərbaycan xalqı budur. Xalqın ağır günündə, faciəsində onu tərk etməyən ziyalıları da buradadır. Bu bayraq, meydan bayrağı, Azərbaycan Demokratik Cumhuriyyətinin bayrağıdır. 2 ildən sonra bu bayraq meydandan yeni parlamentin binasına keçəcək. Azərbaycan Respublikasının dövlət bayrağı elan ediləcək. Meydan, həqiqəti bilmək istəyən milyonlarla adamı yığmışdı. Qəzetlərdə, radioda, televiziyada, telegraf agentliklərində, baş katiblərin, dövlət və respublika rəhbərlərinin çıxış və bəyannamələri eşitmədiyimiz, görmədiyimiz, bilmədiyimiz həqiqəti tribuna xəbər verirdi. Xalq gecə-gündüz meydandaydı. Onu dəyənəklə, qoşunla, tankla qovurdular. Lakin o yenidən yığışırdı. Xalq meydanla yaşayır, gecələr isə meydanda tonqal qalıyırdı. Azərbaycan bu tonqalları xatırlayırmı? Bu tonqallar ayaqlandılar. Lakin onların qığılcımları bütün dünyaya səfərlənə bildi. 1990-cı il 20 yanvara keçən gecə Bakıya elan edilmədən Sovet qoşunları yeridildi. Respublikanın Ali Sovetinin razılığını heç kəs soruşmadı. Əmri Qarbaçov imzaladı. Bu əmr SSR Ali Soveti Rəyasət Heyətinin qərarı adlandırıldı. Helsinki və Viyana müqavilələrini imzalamış dövlət bu əməli ilə bütün dünyada qəbul olunmuş beynəlxalq və insan hüququ normalarını tapdaladı. Bakının işğalı, Müdafiə Naziri Yazovun başçılığı ilə
ağır hərbi texnikanın, vertolyot və hərbi gəmilərin vasitəsilə Esteri Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitesi qoşunlarının, o cümlədən Sovet ordusu və hərbi dəniz donanmasının Azərbaycanda yerləşən nizami hissələrinin gücü ilə həyata keçirildi. Respublikanın Ali Sovetinin etiraz bəyannaməsini heç kəs eşitmədi. Ordu nə şəhərə, nə də onun əhalisinə aman vermədi. Döyüş quruda və dənizdə gedirdi. Bu, Teplaxoddakı qəlpə yerləridir. Bu, Azərbaycan Elmlər Akademiyasının elmlər doktorlarının səhər işə gedərkən tankın altında əzilmiş maşınıdır. Bədənlərdən çıxarılmış qəlpələr, insan gözü. Azadlıq meydanı. Canımın sevgili mehbub imanım, vatanımdır, vatanımdır, vatanım. Vatanı sevmeyen insan olmaz. Vatanı sevmeyen insan olmaz. Olsa da o şahsa vicdan olmaz. Ay dadibet, ay ay ay. Sen beni sen benim köksümde çarpan yüreksen, ben senin köksünde eksik bir zerre. Bana kanat veren, bana kanat veren oldu direksen, adına yazına vatan derim, çölünde adına vatan derim. Ay ay dadibet, ay ay ya. Allah var mı? Var. Azerbaycan mahvolmayacak. Çünkü Allah'a inanır. Azerbaycan büyük ve zengin medeniyetin varisidir. Merhametli ve rahmeden Allah'ın adıyla. Bismillahirrahmanirrahim.